Salam, hər vaxtınız xeyir olsun. Mən Fizik Akademiyanın informatika müəllimi Məhmuqə müəllim. Bugün sizlərə növbəti blok sınavının izahını paylaşıram. Birinci sual ilə başlayaq. Dövlət təşkilatı domeni hansıdır? Dövlət təşkilatı domenimiz Gov-dur. Növbəti sual. Doğru fikri müəyyən edin. Public elektron məktubların göndərilməsi protokoldur. Xeyr, qəbul edilməsi protokoldur. FTP elektron məktubların alınması protokoldur. Xeyr, fayllar üçün nəzərdə tutulub. HTTP faylların ötürülməsi protokoldur. Xeyr, hipermətnlər üçün nəzərdə tutulub. SMTP elektron məktubların göndərilməsi protokoldur. Tamamilə doğrudur. Növbəti sual. Hansı məntiq əməlindən istifadə etməklə daha çox söz axtarmaq olar? Biz qeyd etmişdik ki, OR məntiq əməlindən istifadə etməklə daha çox söz axtarışa verə bilərik. Yəni, bir neçə sözü biz OR-la birləşdirdikdə daha çox məlumat əldə etmiş olarıq. Növbəti sual. Hansı verilənlər modelində birin birə, birin çoxa, çoxun çoxa və çoxun birə əlaqələri mövcuddur? Təbii ki, şəbəkə modelində. Növbəti sual. Microsoft Word 2010 mətin prosesorunda hansı tabında language əmri yerləşir? Təbii ki də review tabında language yerləşir. Növbəti sual. Faylın adında hansı simvol olar? Slash simvolu olmaz, böyük kiçik simvol olmaz, ulduz olmaz, sual işarəsi olmaz, amma ət işarəsi yaza bilərik. Növbəti sual. İcra olunmayan fayl genişlənmələri hansılardır? İcra olunmayan fayl genişlənmə CSS sistem fayllardır. BAT olmaz, DOC, JPG olmaz, COM. Bəli, icra olunmayan fayllarımız COM-dur. Növbəti sual. Vektor qrafikasına aid olan proqram hansıdır? TughPaint raster qrafikasına məxsusdur. CorelDRAW bəli vektor qrafikasınadır. Corel PhotoPaint rasterdir. Adobe Photoshop rasterdir. FileMaster isə yenə rasterdir. Növbəti sual. ...64 kilobaytlıq klastra neçə ədəd 10 kilobaytlıq fayl yerləşdirmək olar? Biz qeyd etmişdik ki, bu dərsimizdə bir klastra sadəcə bir fayl yerləşdirə bilərik. Neçə ədəd deyil. Yəni, mən bir klastırın içərisinə sadəcə və sadəcə həcmindən asılı olmayaraq, baxın, sadəcə bir fayl yerləşdirə bilirəm. Burada cavab olacaq E variantı. Növbəti sual. Aşağıdakı verilmiş upload kodunu icra edilərsə, ekrana hansı qiymət çap olunacaq? Gəlin baxaq. Dəyişənimiz x-dır, x 7, y 3-dür. Təkrarlanacaq 2 dəfə. Deməli, x məndə 7-dir. 7 plus 4 mənə verdi 11. Y-im isə 3-dür. 3 plus 1 mənə verdi 4. Başa qayıdıram, bir də təkrar edirəm, çünki təkrarlanmalarımın sayı 2-dir. 11 idi x-in yeni qiyməti, 11 plus 4 mənə verəcək 15. Y-in yeni qiyməti isə 4 idi, 4 plus 1 mənə verəcək 5. Çıxdım təkrarlanmadan, burada x plus y, x-in məndə 15, y-im isə 5-dir. Cəmi bir yerdə 20 edəcək. X-in yeni qiyməti 20 aldım. Y-in yeni qiyməti sadəcə 5-dir. Y-in qiyməti dəyişməyib. X-a çıxacaq 20, deməli, Y-ə çıxacaq 5. Burada cavab olacaq D variantı. Növbəti sual. Rabitə kanalı ilə 600 megabayt məlumatı ötürülmüşdür. Ötürülmədən əvvəl məlumat 40% arxivləşdirilmişdir. İlkin məlumatı ötürmək üçün 5 dəqiqə vaxt tələb olunarsa, arxivləşmiş məlumatı neçə dəqiqəyə ötürmək olar? Baxın, rabitə kanalı ilə deyir 600 megabayt məlumat ötürüblər. Ötürülmədən əvvəl 40% arxivləşdiriblər. Yəni, bizim həcmimizi 40% arxivləşdiriblər. Yəni, bu artıq bizim nəyimizdir? Ötürülmədən
Deməli, əvvəlki həcmimi tapmalıyam mən. Gəlin baxaq. Gəlin tapaq. Hı -hı. Deməli, biraz ə, səhifəni bu tərəf edəcəm. Bizim yazmaq üçün yerimiz olsun. Deməli, bir dəqiqə. Hı -hı. Deməli, ə, ilk mən arxivləşəndən sonraki məlumatım 600 olub. Arxivləşmədən əvvəlki məlumatımızı gəlin tapaq. X minus, deməli, x vurulsun 40% arxivləşib və bölürəm 100-ə, bərabər götürürəm, deməli, 600-ə. Bərabərdir 600. Buradan ixtisarlarımı aparırsam, burada 5, burada 2, birbaşa cavab yazaq. Hər tərəfi 5-ə vursam, 5x minus 2x bərabərdir 600 vurulsun 5 alınacaq. Burada da x-i təyin etsəm, deməli 3x bərabərdir. Deməli, məndə 200 vurulsun 5, o da ki, mənə verəcək 1000. Deməli, ilkin məlumatım 1000-dir. Daha sonra deyirəm ki, mənim 600 megabayt, hər ikisində də çevrilmə olmayacaq, çünki eynidir. 600 megabayt mən bilmirəm nə qədər vaxta gedib, neçə dəqiqəyə getdiyini bilmirəm X-a, amma bilirəm ki, mənim ilkin məlumatım, yəni 1000 megabaytım gedib neçə dəqiqəyə? 5 dəqiqəyə. Dəqiqə dediyi üçün heç bir çevrilməyə ehtiyac yoxdur. Buradan X-i təyin etsəm, X bərabərdir. Sıfırları atsaq, 30 bölünsün 10 mənə verəcək 3. Deməli, neçə dəqiqəyə gedə bilər? 3 dəqiqəyə gedə bilər. Növbəti sual. Python dilində yazılmış, birazca da yaxınlaşdırım sualı istərəm. Aha. Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Deməli, i A-nın qiymətləridir. Birinci i-yə 3 qiymətini verirəm. 3-ü 4-ə bölürəm. Qalıq 0 mı edir? Xeyr. 5 qiymətini götürürəm. Deməli, 5-i 4-ə böləndə qalıq 0 mı edir? Xeyr. 7 qiymətini götürürəm. Deməli, 7-yi 4-ə böləndə qalıq 0 mı edir? Xeyr. 5-i götürürəm. 5-i 4-ə böləndə qalıq 0 mı edir? Xeyr. Bu zaman gedirəm 12-ni götürürəm. 12-yi 4-ə böləndə qalıq 0 mı edir? Bəli. Bu zaman nə edirəm? P bölünsün i. P məndə 7-dir. 7-yi 12-yə böləcəm. Tam hissə istəyir. Məndə tam hissəm olacaq. Deməli, 0 üzərinə gəlinsin. Burada m-in yerinə böyük ehtimal idi. Burada çap səhvi düşüb. Amma siz bunu deməli düzgün versiyasını işləyəcəksiniz. O barədə narahat olmayın. P məndə neçədir? 7-dir. 7-yi 12-yə böləndə məndə qalıq hissəm edəcək 7. 0 plus 7 mənə verdi neçə? 7-ni. Burada cavab olacaq 7. Növbəti sual. Video fayl 5 kilobayt. Deməli, video faylın həcmi 5 kilobayt və mətn faylının həcmi 4096 bayt olarsa, bu faylları diskədə saxlamaq üçün neçə klaster lazımdır? Klasterin ölçüsü 4-dür. Deməli, gəlin klasterin ölçüsünü tapaq. 5-i böləcəm 4-ə. 1 tam nə qədər düşür? Deyirəm, bu zaman 2 klaster lazımdır. Burada 4096 baytdır. Mən bunu nə etməliyəm? 1024-ə bölməliyəm ki, kilobayta çevirim. Çünki məndə deməli hər biri kilobaytlandır. 1024-ə böləndə 4 tam düşür. 4-ü 4-ə böləndə mənə verəcək bir klaster. Deməli 2 klaster burada, 1 klaster burada. Birlikdə neçə klaster? Birlikdə 3 klaster almış olarıq. Növbəti sual. 8-ci say sistemindəki ən kiçik 4 rəqəmli ədədlə ən kiçik 4 rəqəmli ədədin məndə 8-likdə 1, 0, 0, 0-dır. 16-lıq say sistemindəki də ən böyük rəqəmli ədədim məndə deməli F-dir. Və bu da 16-lıq say sistemindədir. Aha.
Deməli, cəmini onluq sayı sistemində istəyir. Bu zaman nə edirik? Deməli, hər birini onluq sayı sisteminə çevirəcəm. 0, 1, 2, 3. Bu mənə verəcək, deməli, sıfırlarda zaten sıfır edəcək. Birbaşa yazacağım. 8-in kubu mənə verəcək 512. Yazıram bura 512. Sıfırlarda zaten sıfır edəcək. Üzərinə gəlirəm. Deməli, o deməli f vurulsun 16 üstü 1. F-im məndə olacaq 15. Vuracam 16-ya 240. Onun üzərində də gələcəm 15-i 255. 255. Və bunları da toplayıram. 767 almış olacaq. Növbəti sual. Biz akademiyada 120 müəllim, 5000 şagird, deməli, adı, soyadı, atasının adı, təvəllüdü, cinsi, boynun uzunluğu, qan qrupu haqqında deməli, məlumat verilənlər bazası tərtib edilmişdir. Verilənlər bazasında neçə sahə var? Deməli, verilənlər bazasında gəlin sayaq görək neçə sahə oldu. Şagirdin adı 1, soyadı 2, atasının adı 3, təvəllüdü 4, təhsili 5, cinsi 6, boyu 7, qan qrupu isə neçədir? 8. Deməli, neçə ədəd sahəm var? 8 ədəd sahəm var. Növbəti sual. Deyir ki, Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Gəlin baxaq. Deməli, i 3-dən 10-a qədərdir. Birinci i-yə 3 qiymətini verirəm. Gəlirəm. 3-ü 4-ə böləndə qalıq 0 mı edir? Xeyr. O zaman nə edirəm? Birbaşa düşürəm else-yə. S-i bir vahid artırıram. Oldu məndə nə? 1. Gəlirəm, 4 verirəm. 4-ü 4-ə böləndə qalıq 0 edir. Bəli. 1-in üzərinə gəlirəm 4-ü 5 edir. Yenidən digər 4-ü 3-ə böləndə qalıq 0 mı edir? Xeyr. Else-yə düşürəm bu zaman. S-dən, yəni 5-dən çıxıram i-ni, o da yenə edir məndə 1. Gəlirəm, 5 qiyməti verirəm. 5-i 4-ə böləndə qalıq 0 mı edir? Xeyr. Else-yə düşürəm. Ən son 1 idi. 1-in üstünə 1 gəlirəm, etdi 2. Yenidən gedirəm 6 qiymətini götürürəm. 6-yı 4-ə böləndə qalıq 0 mı edir? Xeyr. Gəlirəm burada 2, 1 vahid artırıram 3. Yenidən 7 götürürəm. 7-yi 4-ə böləndə qalıq 0 mı edir? Xeyr. Gəlirəm burada s-i 1 vahid artırıram. Daha sonra 8 qiymətini götürürəm. 8-i 4-ə böləndə qalıq 0 mı edir? Bəli. Bu zaman s-im ən son 4 idi. 4-ün üstünə 8 gəlirəm, etdi 12. Gəlirəm bura. 8-i 3-ə böləndə qalıq 0 mı edir? Xeyr. O zaman else-yə düşürəm. 12-dən çıxıram 8-ni. Mənə qaldı yenidən 4-ü. Bu səfər 9-u verirəm. Sonuncu raunddur. 9-u 4-ə böləndə qalıq 0 mı edir? Xeyr. Else-yə düşürəm. 4 plus 1 mənə verdi 5. S-in ən son qiyməti 5. Getdi çapa. Növbəti sual. Deyir ki, rəqəmlərdən istifadə etməklə rəqəmləri təkrarlanmayan. Rəqəmləri təkrarlanmayan neçə müxtəlif 4 rəqəmli ədəd tərtib etmək olar? Baxın, 4 rəqəmli deyir. 1, 2, 3, 4 rəqəmli. 4 rəqəmli ədədin başlanğıcını 0-dan başlaya bilmərəm. Ona görə də birinci yerdə ya 4 olacaq, 6 ya da ki 9 olacaq. İkinci yerdə amma 0-ı bu səfər verə bilərəm. Rəqəmləri təkrarlanmadığı dediyi üçün birinci yerdə məsəl üçün 4-ü götürmüşəmsə, bu zaman 4-dən istifadə etməyəcəm. 0, 6, 9-dan istifadə edəcəm. Əgər ikinci yerdə 0-ı istifadə etmişəmsə, üçüncü yerdə ya 6 ya da 9 olacaq. Növbəti üçüncü yerdə 6-dan istifadə etmişəmsə, sonuncu yerdə sadəcə bir dənə 9-dan istifadə edəcəm. Deməli, birinci yerdə 3 vurulsun, ikinci yerdə 3 vurulsun, üçüncü yerdə 2 vurulsun, sonuncu yerdə 1. 3 dəfə 3, 9, 9 dəfə 2, 18, 18-i də 1-ə vuranda cavabım eləyəcək 18. Növbəti sual.
hı. Biz akademiyanın işçiləri haqqında ümumi məlumat 128 kilobayt yaddaş əhatə edir. Hər bir işçi 38 sətirdən deməli hər bir işçinin səhifəsi 32 sətirdən, hər səhifədə isə 128 simvoldan ibarətdir. Müəssisədə neçə əməkdaş işləyir? Vahidçidə. Vahidçi dediyi üçün bir simvolumuz 1 bayt götürəcəm. 1 vurulsun 32 vurulsun 128. Deməli, vurulsun, müəssisədə işləyən əməkdaş sayısını bilmirəm. X-a bərabərdir 128 kilobaytdır. Mən bunu vuracam 1024-ə ki, çünki burada məndə 1 baytla da ona görə 1024-ə vuracam. Deməli, buradan x-i təyin etsəm, x bərabərdir. Deməli, mənə verəcək 128-ləri ixtisar gedəcək. 1024-ü də 32-yə böləndə mənə cavab düşəcək 32. Növbəti sual. Biraz yaxınlaşdırım sualımızı. Aha. Alqoritmin yerinə yetirilməsi nəticəsində A dəyişəninin qiymətini müəyyən edin. Gəlin baxaq. Deməli, A 4-dür, B 2-dir. Deməli, 4-ü 2-yə bölürəm. Tam deməli, mənə düşəcək 2. 2 2-yə vuracam. B-nin yeni qiymətini aldım mən burada 4. Daha sonra isə məndə 2 vurulsun, A-nın qiyməti 4-dür. 2 dəfə 4, 8. Deməli, bu hissə məndə edəcək 8. Üzərinə gəlirəm. 3 vurulsun B. 3-ü vuracam 4-ə. 3 dəfə 4 mənə verəcək 12. 8 plus 12 mənə verəcək 20. Burada cavab 20 olacaq. Növbəti sual. Deməli, N3-dür, K2-dir. Biraz sualımızı geri ataq ki, ekran boyu görünsün sualımız. Aha. N3-dür, K2 olduqda nəticəni müəyyən edin. Gətirib yerinə yazacağam. Baxın, burada N-ə 3, K-ya 2 verdim. F2, 3, 2-ni gedib yuxarıda hesablayacağam. N-in yerinə 3, K-nın yerinə 2-ni. Deməli, N məndə 3 oldu. Deməli, A 3-ə bərabərdir. K 2-dir. 2 fərqlidirmi? 0-dan. Bəli. A-ya A-ya vururam. Yəni 3 dəfə 3, 9. Daha sonra K-dan 1 çıxıram. Mənə verdi 2. A məndə deməli 9 almışdım. 9-dan 2 çıxıram. Mənə verdi 7. Yenidən yuxarı gəlirəm. Üzr istəyirəm. K məndə 2 idi. 2-dən deməli çıxacam. Birini mənə verəcək 1. Aha. Deyirəm 1 0-dan fərqlidirmi? Bəli. A-nın yeni qiyməti 7-dir. 7 dəfə 7, 49. K-dan 1 çıxıram. 1-dən 1 çıxıram. 0, yeni qiymət. A məndə 49-dur. İkisini çıxanda mənə qalacaq 47-sini. Və gəlirəm yuxarı. 0 0-dan fərqlidirmi? Deyirəm xeyr. Return A, A-nın ən sonuncu qiyməti 47 çarpı. Belə əziz abituriyentlər, növbəti sual izah videolarımızda və dərs izah videolarımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.